Biz anamla nişan hazırlığına başlamaq istəyirik. Lap yaxşı, lap yaxşı. Sevindim. Əlbəttə, başlamaq lazımdır. Amma adam sayını bilmirik nə qədər olacaq. Ona görə də fikirləşdim ki, elə ən yaxşısı sizdən soruşum. Evdəki hazırlığı da ona görə quraq. Ev? Bəli. Sizin üçün uyğun deyil ki? Sığışmarıq qızım. Sizin eviniz çox belə balacadır, evin içi balacadır. Bu soğuqda da cəmaatı həyətdə oturtmayacaq ki. Siz ən yaxşısı bir restoran danışın. Adam çox olacaq. İndi Toğrul hörmətli adamdır. İş yoldaşları gələcək, dostları gələcək. Əlbəttə ki. Özün də bilirsən ki, necə hörmətli adamıq. Bizim qonaqlarımız da özümüzə uyğun olmalıdır və olacaqdır. Olar əslində adam az olacaqsa balaca bir məkan danışmaq olar. Yox, adam az olacaq deyəndə ki, indi mən siyahı tutmuşam burada. Hardasa bir 100 adam var. 100? Ya, hələ mən hamısını yazmamışam ha bura. 100 belə. İndi sizdən də kim gələcəksə onu da əlavə eləyərik bura. Sonra yeməyi də fikirləşmək lazımdır. Mən qonaqları yeməksiz göndərə bilmərəm evinə. Yaxşı deyil. Atlısanlı adamlar gələcək. Yemək də ki, ən azı 15 növ belə. İsti yemək ha. İsti. Bax, orada olmalıdır mütləq surətdə asetrin, beluqa, qızıl balıq. Mütləq olmalıdır bunlar. Sonra içkilərin ən bahalısı, şirniyyat sifariş olunmalıdır ən yaxşı yerlərdən. Sonra tort 5 mərtəbə olmalıdır mütləq. Mən sən dedim də, adamlarımız da adımıza layiqdir. Gələn qonaqları gözəl, layiqincə qarşılamaq lazımdır. Düz deyirsiniz. Qızım, sən başqa nəsə fikirləşmirsən, onu da qeyd eləyək. Yox, siz hər şey fikirləşmisiniz.